Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz İslam əqaidində məad məsələsidir. Biz ötən bəhslərdə ümumi olaraq məad anlayışı ətrafında və eyni zamanda İslam ilahiyyatında məad müzakirəsi hansı formadadır, nələri müzakirə edirlər, bu məsələləri qısa olaraq sizləri çatdırdıq. Bugünkü mövzumuz isə ötən dəfə demişdik ki, məad məsələsində əsas həll olunması məsələ insanın ruh və onun ölümüdür. Yəni ruh və ölümün mahiyyətini biz İslam məarifində tam olaraq doğru təhlil edə bilsək, bir sıra məsələlər məad barəsində bir sıra suallar aydınlaşmış olar. İlk növbədə biz ruh nədir sualı ətrafında danışmalıyıq. Biz ruh nədir məsələsinə müxtəlif cəhətlərdən yanaşa bilərik. Mən istərdim ki, yəni o ki insanların arasında təsəvvüründə var və bu təsəvvür daha sonra materialist ədəbiyyatına da keçib, onlara görə ruh bir formada funksiyadır və bəzən də bu şuurla eyni mənanı ifadə edir. Yəni insanın bir fiziki bədəni var və bu fiziki bədən də tam olaraq şuurla nəticələnir. Beyinlə nəticələnir. Yəni beynin fəaliyyəti şuur. Belə olan halda insanın ölümü nədir? İnsan əgər beyni zədələnərsə və yaxud şuuru aradan gedərsə, artıq ölüm onun sorağına gələcək. Bu mənada ruh insanın cisminin bir hissəsidir. Amma cismindən fərqləndirən əsas ondan ibarətdir ki, bu bütün bədəni, yəni insanın bütün bədənini hərəkətə gətirən, onu düşünməyə, hər hansı bir fəaliyyətə gətirən əsas orqandır. Bu əsasda, yəni biz ruhu şuurla eyni bilmək, təbii olaraq fəlsəfi nöqteyi nəzərindən yanlışdır. Niyə görə yanlışdır? Bunun müxtəlif cavabları var. Mən istərdim ki, tam qısa olaraq aydın şəkildə buna cavab verək. Əgər biz fərz edək ki, insanın ruhu həmən onun sinir sistemidir, şuurudur. İndi adını nə qoysaq da mahiyyəti dəyişmir. Biz bildiyimiz kimi insanın bədəni anadan olduğu müddətdən ta o ölümünə qədər bütün insanın bədənində olan maddələr dəyişir. Yəni damarlar, sinir sistemləri, şuur, bunların hamısı dəyişir. Əgər fərz etsək ki, insanın ruhu həmən bədəninin bir hissəsidir, bədənin müəyyən bir yerindədir, bu zamanla dəyişməlidir. Əgər zamanla dəyişirsə, bir insan məsələn 10 yaşında müəyyən bir məlumatı var, bir insanın 10 yaşında öz adını bilir, evinin yerini bilir. Bu zamanla 10 yaşında qavradığı məlumatları artıq məsələn 30 yaşında yadından çıxarmalıdır. Niyə? Çünki əgər bunun bütün məlumatı, bütün biliyi, idraki cisminin bir hissəsində idisə, cismi ki dəyişir, bunun bütün məlumatı, bütün idraki da dəyişməyə məhkumdur. Eyni zamanda, əgər biz desək ki, ruh insanın bədəninin bir hissəsidir, yəni cismin bir hissəsidir, biz görürük ki, cism hər hansı bir formada öz fəaliyyətini itirə bilər. Məsələn, o qədər əlil insanlar var, cismi olaraq hər hansı bir fəaliyyətləri yoxdur. Amma onun idrak qabiliyyəti, onun düşünmə qabiliyyəti, yaradıcılıq qabiliyyəti öz yerindədir. Nəticə olaraq İslam fəlsəfəsində özünü dərk ruha, idrak ruha aid edilən bir məsələdir. Bu məsələ Qur'an-ı Kərimdə bəs hansı formada vurğulanır? Qur'an-ı Kərimdə insanın yaradılışı
iki formadadır. Bir, insan cisimdir. İkincisi ise insan ruhdan ibarətdir. Qur'an-ı Kərimin ədəbiyyatı bu cisim və ruh məsələsinə toxunarkən fərqli feillərdən istifadə edir. Məsələn, ruh barəsində Allah Rəsulundan sual edirlər. Ayə budur ki, وَيَسْأَلُونَكَ عَنِ الرُّحِ Səndən ruh barəsində soruşurlar. Onların cavabında deyir, qul, yəni səndən ki ruh barəsində soruşurlar, onların cavabında deyir ki, Ər-ruh min əmr Rabbi. Ruh mənim Rəbbimin əmridir. Demək, bu ayə qısa olaraq ruhun həqiqətini bizə ifadə edir. Yəni, ruh Allahın əmridir. Qur'an-ı Kərimin ədəbiyyatında Allaha bir əmr nisbət verilir, bir də xəlq nisbət verilir. Məsələn, Əraf surəsində Allah buyurur ki, Əla ləhul xəlqu vəl əmr. Bilin ki, həm xəlq Allaha aiddir, həm də əmr Allaha aiddir. Bəs yaxşı, xəlq və əmr nələrdə işlənir? Əsasən xəlq maddi məsələlərdə işlənir. Məsələn, Allah yeri və göyü xəlq etdi. İnsanı torpaqdan xəlq etdi. Bütün maddi zaman kimi maddi xüsusiyyətləri və yaxud cisim xüsusiyyətlərini özündə ehtiva edən məsələlərə Qur'an-ı Kərim xəlq və yaxud xilqət deyir. O məsələlərə ki, mücərrəddir, yəni qeyri-maddidir, onlara əmr olaraq istifadə edir. Bu əsasda Allah Teala buyurur ki, ruh Allahın əmridir. Yəni, o mücərrəd bir varlıqdır. Məsələn, Yasin surəsinin 68-ci ayəsində Allah Teala buyurur ki, وَمَنْ نُعَمِّرُهُ نُنَقِّزُهُ فِي الْخَلْقِ Hər kimin ömrü uzansa, onun xəlqində, yəni xilqətində zəiflik yaranır. Diqqət edin, burada zəiflik nədə yaranır? İnsanın cismində. Amma bunun mənası o deyil ki, bir şəxs il olaraq, ömür olaraq yaşlıdır, onun ruhu da yaşlıdır. Xeyr. Bəlkə bunun tam olaraq əksidir. Məsələn, biz fərz edək ki, bir insan müəyyən bir yaşda, yəni məsələn, qocalıq yaşı götürək 90-95 yaşında dünyasını dəyişirsə, bunun ruhu o yaşdadır demək doğru deyil. Bəlkə bunun əksidir. İnsanın bu cismi nə qədər yaşlanarsa, onun ruhu bir o qədər bu maddi cisimdən ayrılmaq üçün can atır. Buna görə İslam fəlsəfəsində ruh cisimlə eyni zamanda başlayan, amma cisimdən mücərrəd aləmə keçən bir varlıq olaraq qiymətləndirilir. İnsan bəs nəyə görə dünyasını dəyişir? İndi bu ölümlərin müxtəlif formaları var. Biz təbii ölümdən danışırıq. O mərhələdir ki, artıq ruh bu cisimdə qala bilmir. O öz məkanını, o öz yerini dəyişmək istəyir. Eyni ilə biz bunu bir insanın necə dünyaya gəldiyini ilə müqayisə edə bilərik. Bir insan nə zaman ana bətnindən dünyaya gəlir, o müxtəlif dönəmləri, məsələn 9 ay ana bətnində qalır, artıq o mərhələdən sonra edə bilməz orada qalsın. Orada qalmaq üçün artıq onun yaşadacaq amillər, yaşadacaq mühit yoxdur. Ruh da Qur'an-ı Kərimin təbiri ilə bu formadadır. Bu cismin içərisində böyüyür, ondan istifadə edir və müəyyən bir zamanda artıq bu cismin gücü, bu cismin tutumu qalmır ki, o ruhu saxlasın. Demək, biz ruh bir cisimdən əlavə bir həqiqətdir və insanın həqiqəti ondadır. İkinci məsələ, bəs ölüm nədir? Buradan aydın oldu ki, artıq ölüm anlayışı bu cisim üçündür. Yəni, bir insanın cismi ölür. Ruh artıq bu cismi öldürməklə ölümsüzləşir.
Bu mənada da Qur'an-ı-Kərimdə keçir. Qur'an-ı-Kərimdə ölüm anlayışı yox olmaq kimi qiymətləndirilmir. Bəlkə bir formadan digər formaya keçmək. Bu anlayış əsasən təvəffa fiili ilə ifadə olunur. Təvəffa vəfəyə kökündəndir. Tam almaq, kamilliklə götürmək, əmanəti əskiksiz təhvil almaq mənasındadır. Məsələn, bizdə də deyirlər ki, filan kəs filan işdən istifa etdi. İstifa etdi yəni tam olaraq o işdən kənarlaşdı. Bu mənada Qur'an-ı-Kərim insanın ölümünü bu formada ifadə edir. Allahu yeteveffel enfusə hinə məvtiha. Allah insanın nəfsini, diqqət edin, nəfs əsasən ruh mənasındadır. İnsanın nəfsini təvəffa edir. Nə zaman? Ölüm zamanı. Yəni Allah insan ölən zaman onun canını tam olaraq təvəffa edir, alır. Alır, yəni tam olaraq təvəffə edilmiş ki, tam almaqdır. Biz görürük ki, insanın cismi qalıb burada. Demək, insanın həqiqəti onun nə idi? Ruhu idi ki, Allah onu tam olaraq almışdı. Bu məna digər ayələrdə keçir. Yəni təvəffa feilinə siz baxsaz görərsiniz ki, ölüm hər zaman Qur'an ədəbiyyatında yox olmaq deyil, bəlkə bir aləmdən başqa bir aləmə keçmək kimi qiymətləndirilir. Nəticə olaraq biz ki deyirik ki, insan başqa bir aləmə keçəcək, məad insanın ruhunun onun özünə qayıtmasıdır, başqa bir artıq həyat ona veriləcək. Bu təbii olaraq insanın bu cisminə aid olan bir məsələ deyil. Çünki əsas insanın həqiqətini, insanın kimliyini bildirən onun ruhudur. Qur'an ədəbiyyatında və eyni zamanda İslam fəlsəfəsində də ruh qalıcıdır, heç bir zaman ölmür. Bəlkə bu cisimdən çıxır, artıq ölümsüzləşir və başqa bir aləmə gedir. Bu əsasda artıq bizim üçün qiyamət, məad hansı formada olacaq, necə olacaq? Bu kimi sualları artıq öz həllini tapır. Buna baxmayaraq yenə məadın sübutu və zəruriliyi barəsində inşallah növbəti müzakirələrimizdə sizlə danışacağıq. Əssalamu aleykum və rəhmətullah.